Sizdən niyə çəkinirlər? Məsələlər və ki, onlar prinsiplə həll edilməlidir, mütləq şəkildə. Siz fiziko təmayüllü məktəb bitirmisiniz. Bəli. Niyə bəs rejissorluq? Mən heç vaxt fizik olmaq istəməmişəm. Nəfsini idarə edə bilməyən, seçimi ilə nəfs arasında qalan insan kamil insan deyil, iblis etiraz eləməkdə haqlıdır. Əslində səhnə həyatın köçürülmüş variantı deyil, həyatda mümkün olmayan, ola biləcək dünyaları göstərməkdir. Bu sehirli bir aləmdir. İtirdikləriniz arasında itirmək istəmədikləriniz çox olub. Çox inanclı adamam və düşünürəm ki, Allah bizim hamımızı ömrünün ən çətin vaxtında faili muxtar buraxır. Onu bağışlamaq olar, yoxsa olmaz? Olar. Olar. Olar.